Gəncə qədim şəhərdir, Gəncə sənətkarlıq mərkəzidir, Gəncə ticarət mərkəzidir. Bunu hamımız bilirik və Azərbaycanda mövcud olmuş bütün sənətkarlıq sahələrinin təməlinin, əksəriyyətin təməli Gəncədən başlayır. Yəni bu faktdır, bu sübutdur. Bəs biz eramızdan əvvəlki dövrlərə baxaq, Eneolit dövrünə baxaq, Tunç dövrünə əgər nəzər salsaq görərik ki, həmin dövrdə ümumiyyətcə Gəncədə tapılmış bütün tapıntıların tərkibində olan istər tunç əşyalar olsun, saxsı əşyalar olsun, dulus məmulatları olsun, bunlar hamısı məhz Gəncənin Eneolit, Neolit dövründən birbaşa olaraq həmin sənətkarlığın mərkəzi olmasından xəbər verir. Bax, bütün dünya tarixçiləri, etnoqraflar bir şey sübut edir. Əgər duluzçuluqdan danışırıqsa, gil məmulatlardan danışırıqsa, bunun yaranma səbəbi ancaq bir səbəbdən olubdur. İlkin bilirik ki, bütün ümumiyyətcə məişət əşyaları hazırlanıbdır daşdan və taxtadan. Gil məmulatlarının yaranması da elə nə Azərbaycanda, həm də eyni zamanda dünyada həmin o taxtadan hazırlanmış məmulatların daha dözümlü olması üçün, orada davamlı olması üçün gillə suvanıbdır. İlkini belə başlayıbdır. Artıq sonra bu inkişaf etdikcə bu sənətkarlıq sahələri yeni formaları olubdur. Mənim əvvəlki natiqlər qeyd etdiyi Azərbaycanda hər dörd növdə olan yəni dörd rəngdə olan duluzçuluq sahələrinin, ümumiyyətcə duluzçuluq məmulatlarının hamısı istehsal edilibdir. Burada qırmızı da var, boz da var, qara da var, sarı da var. Gəncənin spesifikliyindən mən danışım 2-3 kəlmə. Gəncə ümumiyyətcə tam fərqlənir. Nəyə görə tam fərqlənir? Birincisi, Gəncədə olan bu duluzçu məmulatları biz nəzərə alsaq ki, Gəncə həm Qarabağ mədəniyyətinin mərkəzlərindən biri olur. Həm də Gəncə Qazax mədəniyyətlərinin mərkəzlərindən biri olubdur və Kür-Araz mədəniyyətinin də özünün o ocaqlarından biri olduğu üçün buradan bütün bu spesifik xüsusiyyətlər Gəncədə özü formalaşdırılıbdır. Və Gəncənin bu duluzçuluq qablarının üzərində olan ornamentlər digərlərindən fərqlənir. Məsələn, əgər burada Gəncədə istehsal edilmiş bu duluz qabların üzərində olan usta adlarına baxsaq, şeir parçalarına baxsaq, xeyir-dualara baxsaq, nəsihətamiz kəlamlara baxsaq, bunların əksəriyyəti digər yerlərdə rast gəlinmir. Bir də Gəncədə duluz qablarının özünə məxsus xüsusiyyətlərindən biri ən çox nədir? Ən çox şirli qabların olmasıdır. Çünki Gəncədə bu duluz qablarının üzərində həkk olunan həmin şir rəsmləri sırf eyni tipikliyi ilə həm Gəncədə, həm də biz yeni Gəncənin özünü nəzərdə tutmayaq. Elə 19-20-ci əsrlərdə duluzçuluq öz inkişafını daha da aktiv etdirdiyini nəzərə alsaq, biz bunu mütləq şəkildə Yezavetpol qəzasının bütün bölgələrinə aid edə bilərik. Camaatan, Həbəxana, Seyidbəliyə, Yergəcə, Nuxanın özünün, Şamaxıdır, bütün burada arxeoloji qazıntılar aparılanda bu tapılan tapıntıların hamısında qeyd etdiyim ornamentlər öz əksini tapıbdır. Saxsı məmulatların ümumiyyətcə meydana gəlməsi və inkişaf etdirilməsi uzun proses olubdur. Yəni bu 1000 ilin, haradasa bir neçə yüzilliklərin təbii ki prosesi deyil. İnkişaf edə bəyə xanımlarımız qeyd etdi. Burada əl istehsalı var, burada ayaq istehsalı var, çarx istehsalı var. Bunların hamısı da Gəncədə özünü tamamlayıbdır. Ancaq bir şey var ki, Gəncədə çeşid daha çox olubdur. Nəyə görə? Bax, duluz məmulatlarının gil növlərinin hamısına biz baxsaq, burada su qablarını qeyd edə bilərik. Təsərrüfat küplərini qeyd edə bilərik. Xörək qablarının hamısını qeyd edə bilərik. Burada həm bişirmə xörək qabları, həm gündəlik istifadə edilən qabları qeyd edə bilərik. Qızdırıcı vasitələri istifadə edə bilərik. Burada dəstəmaz alınan qabları qeyd edə bilərik. Bunların hamısının adi bir su qabının Gəncədə bir neçə növü mövcud olubdur. Təkcə bir növü yox. Burada səhənglərdir, cürdəklərdir, sərhənglərdir, küzələrdir. Bir su qabının bir neçə növü belə mövcud olub Gəncədə. Piti qablarından bax, elə bircə dənə nümunəni mən çəkim. Hamı bilir ki, Şəkidə piti qabları bir nəfərlikdir, xırdadır. Ancaq Gəncədə həm bu qablar istehsal edilib, həm də hamı bilir ki, Gəncədə bağlamada spesifiklik ondan ibarətdir ki, piti qabları böyük olubdur və 8-10 nəfərlik bişirilibdir. Yəni, bu da Gəncənin özünə məxsusluğudur. Sonra, mən mütləq təndirləri qeyd edeyim. Gəncədə olan təndir kürəsinin bir neçə növü də duluzçuluğa aiddir. Burada xörək kürəsi var, kürsü kürəsi var. Bilirsiniz ki, Gəncədə elə səngəhin özü bişirilib. Gəncəyə və Təbrizə, Naxçıvana aid olan bu
çörək növüdür. Onların bişirilməsinin hamısında gil məmulatlarından istifadə edilibdir. Gil Gəncənin özündə istehsal edilibdir. Gəncə çayının özü gillə zəngin olubdur. Təbii ki, bunu qış aylarında istifadə edə bilməyiblər, ancaq yaz aylarında istifadə edilibdir. Elə indiki dram teatrın yanında Gəncə çayının həmin mərkəzində 30-40 sənətkarlıq kurslar həmin gil çıxarılan balaca emalatxanalar olubdur ki, burada da Gəncəyə məxsus daha bir dulus məmulatı istehsal edilib. Bunu da mən sizin üçün qeyd edim. Gəncə bilirsiniz ki, günbəzli evlər mərkəzidir və günbəzli evlər mərkəzi olduğu üçün də günbəzli evlərdən də suyun axıdılması üçün Gəncədə istehsal edilir tünklər. Tünklər həm günbəzli evlərin dörd bir tərəfindən qoyulubdur, yağış suyları axılsın. Həm də eyni zamanda tünklərdən gənclərdə indiki biz su kanalizasiya sistemi ki deyirik, bax həmin su sistemlərinin istifadəsi üçün həmin dövrdə istehsal edilibdir, istifadə edilibdir və bugün də Gəncədə tapılan bütün bu arxeoloji tapıntılarda 19-cu əsrin olsun, 20-ci əsrin əvvəllərinə aid olan həmin bu məhsullar öz aktivliyini qoruyub saxlayır. Ümumiyyətcə, bütün bu xarakteri xüsusiyyətləri biz nəzərə alanda görürük ki, Gəncə Azərbaycanın ən mərkəz sənətkarlıq sahələrindən biri olubdur. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun Nurlana xanım, maraqlı hər tərəfli məlumatınız üçün çox sağ olun, minnətdarıq. Mən də təşəkkür edirəm. Sağ olun. Nurlan müəllimə çox sağ olun. Mən də sizə öz adımdan təşəkkür edirəm. Onu da xüsusi qeyd edim ki, Nurlan müəllimə həqiqətən də bizim adət-ənənələrimizi, milli mədəniyyətimizi, mətbəximizi doğrudan da yüksək səviyyədə ora diqqət göstərir. Yəni bu çıxışlarını da eyni zamanda mən televizorlarda, ictimai kanallarda da görmüşəm. Müəllimə çox sağ olun ki, yəni belə bir təşəbbüsü irəli sürürsünüz həqiqətən də. Çox xoşdur mənə eyni zamanda. Sağ olun, əzizim. Siz də bütün həmkarlarımı salamlayıram. Sevda müəlliməni, Çinarə müəlliməni. Hamınızı öpürəm, təşəkkür edirəm. Çox sağ olun, var olun. Çox sağ olun. Nurlan müəllimə, onu da qeyd edim ki, əlil uşaqların onların yaradıcılığında, necə deyim, onların ictimailəşməsində daha böyük rol var. Həqiqətən də bu tədbirlərdə də özüm çıxış etmişəm. Necə canla başla iştirak edir, onlara necə qayğı göstərir. Bunların həqiqətən şahid olmuşam. Mən Allah ürəyinizə görə versin. Çox sağ olun. Allah sizi mənə çox görməsin. Çox təşəkkür edirəm xoş sözləriniz üçün. Minnətdaram. Sağ olun. Sağ olun. Allah razı olsun əzizim. Çox sağ olun. Nalə xanım, qısaca olsa mən deyərdim, olar icazə verirsiniz, zəhmət olmasa. Gəncə şəhərində, onu da qeyd edim ki, tapılan duluzçuluq qabları arxeoloji qazıntılar zamanı Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmişdir. Mən hörmətli arxeoloqlarımızın hamısına böyük hörmətim var və onların adlarını da çəkməsəm olmazdı. Bu qazıntılar əsasən İshaq Cəfərzadə, bizim arxeoloqumuz Arif Məmmədov və digər alimlər tərəfindən aparılmışdır. Onlar qədim Gəncə ərazisində qazıntılar zamanı eyni zamanda gil qablar, saxsı küplər, piyalələr və müxtəlif duluzçuluq nümunələri taparaq tədqiq etmişlər və onlar haqqında müəyyən araşdırmalar, elmi araşdırmalar apararaq elmə töhfələr vermişlər və bu tapıntılar eyni zamanda qədim Gəncədə duluzçuluq sənətinin daha da yüksək səviyyədə inkişaf etdiyini özündə bir daha göstərmişdir. Və onu da xüsusi sonunda qeyd etməliyəm ki, həqiqətən də ölkə rəhbərimiz cənab prezidentimiz tərəfindən bugünkü gündə duluzçuluq Azərbaycanın qədim və zəngin mədəni irsinin bir hissəsi kimi yüksək səviyyədə dəyərləndirilir və bu sənətin gələcək nəsillərə aşılanmasında təşviq edilir. Əlbəttə ki, bizim də üzərimizə düşən öhdəlik budur ki, gələcək nəsillərə bu haqda məlumatları, tariximizi, milli mədəni irsimizi yüksək səviyyədə onlara aşılamaqdır. Bu qədər. Çox sağ olun Nalə xanım, gözəl tədbiriniz üçün sizə dərin təşəkkür edirəm. Başda qoruq rəhbəri Vüsal müəllim olmaqla və eyni zamanda sizə təşəkkür edirəm ki, belə bir layihənin tədbiri irəli sürmüsünüz. Çox sağ olun Aynur. Mən də onu qeyd eləmək istəyirəm Aynur sözümün sonunda. Bugün də qədim Gəncə ərazisində duluzçuluq sexlərinin qalıqları qalmaqdadır. Düzdür, orada sexlərin özü qalmasa da, duluzçuluq nümunələrinin əksər qırıqları qədim ərazidə bugün də yerləşir və tapılmaqdadır. Hər dəfə üzə çıxır həmin qablar və duluzçuluğun bütün növlərinə aid nümunələr var. Həmin nümunələrdən biz özümüzün muzeyimizdə, tarix, arxeologiya və etnografiya abidə kompleksində bugün də saxlanılır, nümayiş etdirilir və oradakı
demək olar ki, saxsı qablardakı olan naxışlar, bəzəklər bu gün də təkrar olunmazdı və bunlar bizim həm qədim sənət növümüzün inkişafını göstərir, həm də o dövrdə incəsənətin, mədəniyyətin inkişafını bir daha sübut edir. Çox sağ olun, bu qədər. Çox sağ olun Nalə xanım. Mən də mədəni irsin tabeliyində fəaliyyət göstərən bütün qoruq əməkdaşlarına, rəhbərlərinə, eyni zamanda hörmətli qonaqlarımıza rəhbərliyimiz Vüsal müəllim adına, Nalə xanım adına öz adımdan xüsusi təşəkkür edirəm. Çox sağ olun Nalə xanım. Biz sizdən öyrənirik, sizlərdən bəhrələnirik. Var olasınız. Çox sağ olun.